Hörmətli izləyicilər, gördüyünüz bu ərazidə ev satışa çıxarılır. Aydın Məmmədov küçəsində yerləşir. Bu hissədən Padarların küçəyə girişdir. Rəşid Bebidov küçəsinə girişdir. Şəhər ərazisindədir torpaq, ev. Bu hissədən buradan da yol gedir. Litsəyə çıxış var, Qullar yoluna çıxış var. Qarşısından marşrut işləyir pastayanlı. Marşrutu var. Qazı, işığı, suyu var. Keçirik evin içərisinə. Təcili satılır. Qiyməti yəni münasib qiymətə qoyulur. Gördüyünüz bu evdir. 2 mərtəbəli evdir. Təmiri ehtiyac var. Bu hissədən yol gəlir. Harasa bir 25-30 metrə yol gəlir. Torpağı deməli harasa 8 sota yaxın torpağı var. Qarşısında belə bir navesi var. Suyu, işığı, qazı var. Bura hamamıdır. Keçirik içərisinə. Yəni təmir olunsa yaşayışa yararlı bir evdir. Biraz təmirə ehtiyacı var. Birinci mərtəbədə normaldır. Hündürlüyü. Bu hissəsi sonradan artırmadır. Bura evin girişidir. Bir otaq buradadır. Bu bir otaq. Buradan keçdik. Burada ikinci otaqdır. Bu hissəsi. Üçüncü otaq. Gördüğünüz bu evde satılır. Yani hal-hazırda yaşayışa yararlıdır yani. Yüngül kosmetikaya ihtiyacı var evin. Torpaq arası 7 sotdan yuxarı olacaq. Sənədləri tam qaydasındadır, qubçalıdır. Həyətyanı torpaqdır. Qiyməti 22.000 manata təklif edilir. Real alıcıya qiymətdə endirim olacaq. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.